Salam vətənimin gözəl insanlarına. Gedən ki siz üçün bitedad nişanələri və numadları təfsir edeyim. Əvvəlminci təsvirdə səhrənin divarəsində bir pənczelli coğan müşahidə edirsiniz. Bu coğan təqribən nadir coğanların birindəndir. Öcür ki divarə coğanların təfsirində siz üçün öyrətmişdim. Coğanın şişli, növ hədəfi və hətta şişli dərbüşü də görsədə bilər. Buradakı coğan da qırağında düz öz şişlində bir casaz veribdi. Coğan pənczellidir və casazın dəhanəsi də pənczellidir. Pəs bu cür məvaridinən rubəru olanda ətrafına diqqətli baxız. Mürəbbə coğan mümkündür mürəbbə qapaq verə və müsəlləs coğan da mümkündür müsəlləs qapaq ya müsəlləs şişlində vurudi verə. İkinci nişanə də iki dənə yan-yana coğandır ki, yenə də səhrənin divarəsində gəliblər. Bu səbkə nişanənin adın siz üçün nigəhban gözlər ya mühafiz gözlər qoymuşdum. Və həmişə təkid eləyərəm ki, bu gözlər ya dəfinəni gözətləyərlər, ya inki məqbərədən mühafizət eləyərlər. Gözlərin birinin xırda böyük olmağı, hətta məsirə kavaşı da görsədə bilər. Və həminki gözlər bir əndazədə olanda, ya ruberularında və ya inki daşın özündə, ya altında hədəfin verərlər. Bir dənə fövqəladə mühüm nöqtə bu səbkə nişaniyə görə əgər yadımdan çıxsa və hindiyən əncək siz üçün ondan eləməsəm, odur ki, bəzən bu nişanənin təsbitisi ağız qismətidir. Yəni, əgər bu iki dənə gözü eyni adam gözləri təkin təsəvvür eləsək, adamın ağzı casaz olacaq. Və bu təsvirdəki gördüyünüz qismət bir casaz imiş ki, təxliyə olunubdur. Bu casazın içində, bir balaca xomrənin içində bir tedad sikkə və hətta qeyməti və nimə qeyməti daşları və mıncıqları da gizlədəymişlər. Pəs əgər iki dənə göz gəlsə, hətmən gözlərin aşağısından, yəni ağız qismətindən tez-tezə alır və ya inki nöqtəzən vurasız. Və inki əslən mümkündür ki, nişanə özü surətə şişlində gələ. Yəni iki dənə göz və ağız ki, bunun təfsiri fərq eləyəcək. Bəra inki mütəvəccih olaq nişanəmiz surətəş nişanəsidir, ya inki casaz imiş ki, təxliyə olunubdur. Gələk biz onda ağız qismətinə diqqət eləyək. Əgər ağzı dərin olsa və içi boş məhvəzə, pət casaz imiş ki, təxliyə olunubdur. Vəli əgər təraşın dərinliyi olmasa, o moqə casaz deyil, bəlkə nişanəyə surətək, ya həman iki göz və bir ağızdır. Üçüncü təsvirdə yenə də casaz müşahidə edirsiniz ki, təxliyə olunubdur və qapağı da düz öz böyründədir. 90% casazların nişanələri var idi və 10% casazları ki, nişanələri yoxdur. Onu daşlarda və səhrələrdə gələklər ki, daşın xas təraşı və boreşi ola. Bu nümunə casazımızda da görüyoruz ki, daşın casaz olan qismətlərində kamilən saf təraş və boreşlər icad olunubdur. Bu növ təraşələr özləri təsbitiyə iş olaylar. Bu təsvirdə bir əlinə qurulan daşı görəysiniz ki, bir heyvani numad şişlində tərrahi olunubdur. Numadın aşağı qismətində bir suraxi icad olunub ki, o da əl işidir və tətfin numadlarındandır. İndi daşa biyanki zaviyədən baxanda numad kamilən müşəxəs olay. Numadın baxar tərəfi cəhəti məqbərəni görsədik. Əgər iş səxriyə intiqal verilsə, 100% ya qurdəxmə şişlində olacaq, ya inki səxrələrin altından bir giriş verəcək. Axirin təsvirdə bir dəssas təpəni görüyoruz ki, tumulus şişlindədir. Həcmə torpaqlar işin əzəmətin görsədik. Vaxtı ki bir məhdudədə bu həcmidə bir dənə şuş təpə ya həman kəlləqəndi təppə müşahidə eləsiniz. Yəni inki bir məqbərə şahi ilə ruberusuz. Təpbənin kəlləqəndi olmağı eyni qəziyyə səngə hərəm təkin nişanəyə uruc və tərəqqiyə ruhdur. Bəzi dövrələrdə şahları bir cür təpələrin içində bastıraymışlar. Bunu təpələrin vurudusu olay. Əgər qədimi kəndin ya şəhrin ətrafında gəlsə, vurudiyə iş əksərən abadiyə sarı olay. Vəli əgər abadidən uzaq gəlsə, vurudi əksərən günçxana sarı olay. Bu növ təpələr xas məhdudələrdə gələklər.
Məsələn, bu təsvirdəki təpə düz 2 dərənin və 2 suyun təqaütündə gəlibdir. İnşallah ki, bugünkü amuzlaşım sizin üçün müfid olsun. Ya Hak!